Deməli, getdim, qaşlarımı aldırdım, çolkamı kəstirdim, baxın. Qəşəng oldu. Belə sizə saçımı göstərmək istədim. Çolkam çox qəşəng oldu da. Mənim saçım qalındı. Bəzən bezirəm, düzdür. Forma verə bilmirəm, ancaq məcburam bir yığım, çox açıq, bilmirəm, mənə belə yaraşır, çox pis görünmür. Açıq qoya bilmirəm də, özümü qəribə hiss edirəm. Tam açıq qoya bilmirəm. Bir dənə də broşka olsa mən vurmalıyam mütləq saçıma. İkinci gündən hər kəsə salam. Dünən getdim, dırnaqlarımı düzəltdirdim. Ani bir qərarla, çünki ustam əməliyyata girəcək. O əməliyyatdan girib özünə gələnə qədər, işə qayıdana qədər də artıq dırnaqlarım qalmayacaqdı. Dedim elə gedim düzəltdirim, fürsətdir. Bu düzəldəcəyim şeyi TikTokda bir türk xanımın videosunda görmüşdüm, çox bəyənmişdim. Dedim mən də düzəldəcəm. Bu gülləri havada quruyan plastilinlər var, onlardan düzəltmişəm. Mən elmlərdə Rebusdan almışdım 90 qəpiyə. İçində hər rəng var. Mən istədiyim rəngləri belə gül formasında düzəltdim. Burada da axşama yemək elədim, lobiya. Mənim yoldaşım lobiyanı tək heç vaxt yemir, xoşu gəlmir. Badımcam, pomidor, soğanca belə eləyirəm həmişə. Belə. Bu bişsin. Özüm çox eləmişəm ki, sabah işə də qoyum yoldaşıma. Belə istidir. Bu yeməyin də buxarı vurur, o şey istilənir. Burada da kimə qoşmuşam? No 39 var. Ona baxıram. 38-ci bölümdəyim. Görək axırı necə olur. Bekarçılıqdan hamısı, valla bilmirəm nəyə baxım, neyniyim. Mən də belə yaz diziləri deyirlər, onlara baxıram. Bugün qaynanamın ad günüdür. Ona görə də istədim halva çalım paylayım. İlk dəfə idi eləyirdim deyə az elədim və paylamaq rahat olsun deyə də yuxaya bükdüm. Umaç halvası elədim. 2 stəkan un, yarım stəkan suyu umaçalına gətirdim. Biraz qarışdırdıqdan sonra bunu çox adam aş süzənlə eləyir, umaçalına gətirir. Amma sizə daha rahat yolunu deyim, blender. Blendera əlavə eləsəz çox rahat olur. Nə çox iri qalır, nə də çox əzilir. Yuxaya bükəndən sonra da klokları yerləşdirib paylayıram. Dediyim kimi az eləmişdim, ona görə də az oldu. İlk dəfə delirdim, risk almadım. Mən qaynanamı heç görməmişəm. O 2020-də rəhmətə gedib, biz isə 2023-də tanış olmuşuq. Amma bilirəm ki, çox gözəl insan olub. Allah ona rəhmət eləsin, cəm ölənlərə rəhmət eləsin. Onun gözəl insan olduğunu bildiyim üçün də qızımı, körpə mələyimi mən də ona əmanət eləmişəm. Yuxarıdan işlərimi bitirdim, düşdüm birinci mərtəbəyə. Vəziyyət budur hal-hazırda. Tokların yeri çəkilib. Bura yataq otağıdır. Taxt qoyacaq buradan. Ata dedi ki, taxtın üstünə kulçatır qoyum. Başına da işıq iç tərəfdən. Elə daha yaxşıdır. Dedim, hə, mütləq olsun. Olsa elə bir fikrim var idi. Onu elədik. Təbii ki, bunlar mənə qaldı. İndi bunları süpürüb yığışdırmalıyam ki, ağartmağa eləməyə yer təmiz olsun. Belə keçin buranı təmizləyim. Paltaryanımı qoşmuşam. Paltaryan mənim konsert verir də. Bütün buzovlar bilir ki, mən paltar yuyuram. Səsindən qaçmışam buraya, səsini eşitməyim. Belə bitirim. O otağı da təmizləməliyəm. Orada yataq otağıdır. Orada yenə qazılıb tökülüb, toku çəkilib. Bura yoldaşım çəkmişdi deyə o qədər də batmayıb. Amma ora çox batıb. Belə ortalığı səliqəyə saldım. Buranı təmizlədim. Otaqları təmizlədim, havalandırdım. Hatta mətbəxi də qazı sildim, toz soğanladım. Belə buranı da təmizlədim. Bu otağı da təmizlədim. Bu qədər də yəni. Başqa heç cür təmizləyə bilmirəm təmiz. Hələ buralar neçə dəfə təmizlənəcək. Hələ bu başlanğıcdır. Belə gedim sıdırətdirəm. Paltarlarımı tökdüm ki, yığım çantaya. Sonra gedəcəm bir resim təmizləməyə. Belə. İnansız bilmirəm nə götürüm. Ora çox isti olur. Nə geyinəcəm? Bir dənə bu şortuku götürürəm ki, orada harasa gedəsi olsaq geyinməyə.
Əlavə olaraq ki, yəqin ki, belə evdə geyindiyim paltarlardan götürərəm. Məsələn, elə bununla gedəcəm, rahat maşınla gedirik onsuz da. Ona görə rahat bir şeylər götürəcəm. Belə, sumkamı yığım. Namı hazırladım. Belə. Çox paltar götürmədim. Bir dəst özümə, bir də yoldaşıma təzə paltar götürdüm. Arasa gedəsi olsaq geyinməyə. Bir dəstə ev paltar götürdüm, dəyişənək. Gedim makyaj çantamı yığım. Çox şey götürməyəcəm. Ora isti olur, yəni makyaj yığmır. İnanmıram ki, hal olsun. Ona görə əsas məsələn SPF, dodaq nəmləndiricisi, Rexona, sonra küprik, sonra makyaj şeylərimi götürmək istəmirəm. Çünki orası isti olur deyə mən əminəm ki, 100% mən makyaj edəcək deyiləm də. Bir dənə belə o gün aldığım təzə aynamı qoyuram. Ətirlərdən heç bilmirəm də hansını götürüm. Bunu istəyirəm, bunu çox gözəldir. Məncə bunu da götürəcəm. Üzümə nəmləndirici olaraq bu spreyi götürəcəm. Və təbii ki də daraq. Darağı da götürürəmsə bu qədər. Bir dənə rezin. Sonra şalkalarımı yığmaq üçün bunlardan bu ikisini götürəcəm. Aksesuar olaraq şəhməranımı götürəcəm. Sırğa kimi isə bunlar məncə daha qəşəngdir. Həm tam belə rənglidir, tam yay üçün. Bu üzüyümü götürəcəm. Bu ilan üzüyümü götürəcəm. Belə. Aksesuar olaraq da bunları götürürəm. Bunları da makyaj çantama əlavə edirəm. Bunu da yanaşdırıram. Bunu hazır qoyuram ki, qaynım işdən gələndən sonra tələm-tələsiyə düşməsin də. Bilim ki, çantam hazırdır. Belə bildirçin kəsdik, təmizlədik. Anagildə anamla bir yerdə yerləşdirirəm. Buzluğa 2 paket belə. Ki, zakaz var. Gələndən sonra zakaz aparmalıyıq. Biz hələ evdəyik, çıxmamışıq. Saçımı yudum, ütülədim. Qəşəng. Birazdan çıxacaq hardasa 1 saata. Selyan yaxındır deyə saat 10-da falan evdən çıxsaq maksimum 12-də, 1-in yarısına çatırıq da artıq. Aya baxın ne gözəldir. Qəşəngdir. Telefondan o qədər qəşəng görünmür. Gedirəm evə. Hazırlaşım. Çıxarıq hardasa yarım saata falan. Və gəldik çatdıq rayona. Artıq saat gec idi deyə heç nə çəkə bilmədim. İzlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Sağ olun.